Ha bax, 250 manata sertifikat. Nə istəyirsən, al kef elə. Salam, xoş gördük hörmətli tamaşaçılar. Mütəxəssis ol verilişimizdə bugünkü mövzumuz sertifikat bazarıdır. Bazarda olan sertifikat dəladuzlarına inanmayın. Məsələ burasındadır ki, bu dəladuzlar sertifikatları insanların kvalifikasiyasını öyrənərək, nə bilim, imtahan götürərək, nə bilim, test edərək bunlara təqdim eləmirlər. Sadəcə bunu götürüb onlara satırlar. Mən səndən çox razıyam Kösən. 70%-dən yuxarı sertifikat adı ilə verilən kağız parçaların əslində heç bir kökü və əsası yoxdur. Yəni, getmişsən sadəcə 200-300 manat vermişsən, 10 qəpikli bir kağız almışsan. Və bunun sənə heç bir xeyri yoxdur. Mövzumuz əslində maarifləndirici bir mövzudur və bu sertifikat dəladuzlarının bugünkü bazarda, belə deyək də, at çapıb meydan götürməyinin zəifliyi birbaşa bizim özümüzdədir. O belimdə dayanmır Həkim baba. Dayanmayacaq da. Nə qədər ki sən bu kitabları oxumamısan, kəmər belində dayanmayacaq. O günlərdə bir şirkətlə əlaqə saxlayıram. Şirkət belə bir elan verir. İstənilən sahədə biz sizi sertifikatlaşdırırıq. Özdə neçəyə 300 manata. Nə istəyirsiniz, gedin alın da. Araşdırma nəticəsində baxıram ki, verdiyi sertifikatın üzərində hər hansı bir standart falan yoxdur. Sadəcə sən ora müraciət edirsən, sənədi göndərirsən, o da sənə bir kağız parçası verir. Və sən də bu kağız parçası ilə ya Allah gedirsən işinin dalınca. İndi deyəcəksən ki, işimi yola verir də, nə problem var ki, yaxşıdır da. Əslində, sözün əsl mənasında elə sizin işinizi yola verir. Hörmətli işə götürənlər, hər bir şəxsi işə götürdüyünüz zaman onun təqdim etdiyi sertifikatı mütləq yoxlayın. Soruşa bilərsiniz ki, necə yoxlaya bilərik? Çox sadə üsulları var. Hansı şirkət tərəfindən alınıb? O şirkətin ümumiyyətlə fəaliyyəti nədir? Və ən əsası, sertifikatın üzərində göstərilən standart varmı? Onun atıcı nəticələri nə ola bilər? Hər hansı bir şirkətə işə girdiyiniz zaman, şirkət onu yoxladıqda və sizin şirkəti aldatdığınızı məlum olanda, əslində burada sizin bir günahınız yoxdur ya, siz gedib həmin orqandan həmin kağız parçasını almışsınız. Amma birbaşa sizin imicinizə və sizin gələcəkdə quracağınız karyeranı kökündən məhv edir. Sertifikat ümumiyyətlə nə deməkdir? Sertifikat bir şəxsin bilik və bacarığını təsdiq edən bir sənəddir. Yəni, tutaq ki, sən hər hansı bir işlə məşğul olursansa və bu işdə özünü təsdiq etməkdən ötürü bir sənəd, sertifikat əldə etmək istəyirsənsə, sən hər hansı bir orqana, yəni bu işlə məşğul olan orqana yaxınlaşıb, onlardan dərs vəsaiti, standartlara uyğun olaraq təqdim edərək, onlar sənə təqdim edirlər ki, bax, bizdə bu dərs vəsaiti var, siz bunları keçməlisiniz və keçərək də sonra nə edirsiniz? Sizdən imtahan götürürük və imtahan nəticəsində sizin bilik və bacarığınızı təsdiq edən sənəd veririk. Gecələri yatmayacağam, gündüzləri dincəlməyəcəyəm, oxuyacağam. Misal üçün, belə bir misal gətirirəmsə, tutaq ki, mən hər hansı bir qaynaq sahəsi üzrə, NDT sahəsi üzrə sertifikatlaşmaq istəyirəm. Məşhur standartlardır, tez-tez deyilən standartlar var. SNT-dir, misal üçün ISO 9712-dir. Həmin standartın tələblərinə uyğun olaraq mənə dərs keçirilib. Yoxsa mənə zəng elə, mən də sənə sertifikat göndərim, əlbəttə ki, bu alınmayacaq. Əgər bunun heç bir yoxlama testi yoxdursa, bunun bir dərslik kitabçası yoxdursa, bunun dərs keçən bir müəllimi yoxdursa, bunun bir standartı yoxdursa, bu qurumun ümumiyyətlə fəaliyyəti başqa bir şeylə, mebel işi ilə məşğul olur, eyni zamanda sertifikat verir. Yəni, burada bunların hamısı rol oynayır. Bir sözlə, hörmətli izləyicilər, hörmətli tamaşaçılar, çalışın bu bazarda aldanmayın. Yəni, sözün əsl mənasında siz öz bilik və bacarığınızı
təsdiq eləməkdən ötürü bir sənəd əldə etmək istəyirsinizsə, Azərbaycan bazarını çox rahat bir şəkildə, Allaha şükür, indi internet dövrüdür, müasir dövrüdür, sosial şəbəkələr var. Hara əlin girsən orada çatır. Yoxsa mənə bir kağız verəcək, üstündə yazacaq ki, filankəs o filankəs 90 balla bu ixtisası bitirmişdir. Bu ixtisas neçə saatlıq idi, bunun arxasında hansı bir proqram dayanırdı. Yenə də deyirəm, insanlar var ki, deyir, bizim işimizə sərf edir də, alırıq, verilir, keçir. Ona görə də işə götürənlər bu məsələdə diqqətli olsunlar. Mətanət, Elşən, Hacı, onlar nə tənbəldirlər. Nə də qorxaq. Söz verirəm ki, bugündən mən də onlar kimi olacağım. Sözün əsl mənasında bunu mən bu formada belə ürəkdən gələn bir söz deyə bunu deyirəm ki də, bunun üstündə əziyyət çəkənlər var. Ən aşağısından əl-özü vicdanınızın üzərinə qoyun. O sertifikat satanlara deyirəm, görün ki, sizin elədiyiniz nə qədər insanları kör qoyur və onların gələcək həyatda quracağı karyeraları kökündən məhv edir. Dayandı. Dayandı Həkim baba. İndi döyüşə gedə bilərsən. Məlumat üçün deyim ki, Baku Inspection Solution dağıdıcı və qeyri-dağıdıcı üsullarla inspeksiyaların təşkili, eyni zamanda beynəlxalq kursların təşkili, onların beynəlxalq sertifikatlar verilməsini təmin edir. Buyurub müraciət edə bilərsiniz.